Tək seçim haqqı var, o da dürüst olmaq. Ruslana indi sualları verəcəm. Yalnız və yalnız dürüst olmağını istəyirəm. Bu videodan sonra mənim dostlarım mənə yıxsın, görək salamatam yoxsa yox. İlk sual: dostlarınla birlikdə dominoya getməkmi, yoxsa mənlə bir yerdə axşam şam yeməkmi? Beləsində içimdən damla gəlir. Amma yəni şam yeməksiz. Sağ olun. Nəysə dostlar, indi davam eləyək ikinci sualıma. Bu arada bunu sonra səndən danışacağam. İkinci sual: səncə mənə ən çox yubka mı yaraşır, Şalvar. yoxsa Adım mən seçimim. tamamlayaq? Ya, tamam. İndi keçirik üçüncü sualı verməyə. Deyirəm ki, axşam getmək istəyirəm filan yerə. Ancaq ailən deyir ki, getməyin, evdə oturun. Sən hansını eləyərsən? Bu elə bir şey ki, bax, şəxsi olsaydı deyərdim ki, baxdıqlarına görəcəm ki, ailən dediyini də. Dostlar, dördüncü sual. Əlində dəyişmə şansın olsa, mənim hansı xatirətimi dəyişmək istəyərdin? Əslində ağlımda çox xasiyyətim var. What? 4 mükəmməlsə. Hə, sən ona görə məni sevib evlənməmisən. Yox. İnatçı olmalı. Zəkiysən, nə aman. Gəlirik videonun ən kritik sualına. Ruslan, səncə mənimmi yeməklərimi, yoxsa mamanınmı? Ahmet, bak düşme ha. 5 parmağımda da 5 marifət var, yalan deyil. Yemələr çox yaxşı dəqiqətən. Belə bir şey var da. İzləyicə də məndən razılaşır. Bizi böyüdüb boya başa çatdıran analardır. Biz onların yeməyi ilə böyümüşük. Qaymamam, oğlunu göndərirəm, indən belə sənin yeməklərini yeyəcək.